Salam dəyərli şagirdlər. Bu gün biz 7-ci sinif kimya dərsliyində 7.3 indikatorlar və pH şkalası mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndiklərinizi tətbiq edinə baxaq. Naməlum məhlula pH metr daxil edilir. Bu məhlulun hansı maddənin məhlulu ola biləcəyini müəyyənləşdirin və fikrinizi əsaslandırın. Uşaqlar, biz pH metrin ölçüsünün 8.2 olduğunu görürük. Biz mövzunu öyrənərkən də qeyd elədik ki, neytral mühitin özü 7 idi. Əgər 7-dən yuxarı olursa, bu onun əsasi mühit olduğunu göstərirdi. İndi bizdən əsasi mühitdə ola biləcək maddəni seçməyimizi istəyir. Bizə verib xlorid turşusu, çay sodası məhlulu və portağal suyu. Uşaqlar, xlorid turşusu məhlulu, limon suyu və portağal suyu turş mühitdir. Turş mühitdə isə pH kiçikdir, 7 olurdu. Buna görə də biz A variantını və C variantını çıxsaq, çay sodası məhlulunu əsasi mühit üçün götürə bilərik. İkinci suala baxaq. Aşağıdakı məhlulların pH-ının qiymətini müqayisə eləyin və fikrinizi əsaslandırın. Bizə verib ammonium hidroksid və kalium hidroksid məhlulları. Uşaqlar, ammonium hidroksid NH4OH şəklində yazılır, kalium hidroksid isə kalium OH şəklində yazılır. NH4OH, yəni ammonium hidroksid daha zəif əsasdır uşaqlar. Biz onun pH-ını məsələn 8 kimi götürə bilərik. Kalium hidroksid isə güclü əsasdır. Məsələn, biz onun pH-ını 11 kimi götürə bilərik. Lap biz bunların pH-larını bilmiriksə uşaqlar, kalium hidroksidin güclü əsas olduğunu bilməliyik. Kalium hidroksid güclü əsas olduğuna görə suda daha çox ionlara parçalanır və mühiti daha çox qələbləşdirdiyinə görə biz orada OH mənfi ionu daha çox əmələ gəldiyini görə bilərik. Buna görə də biz bunların pH-larını müqayisə eləsək, pH kalium OH böyükdür. Nə olar uşaqlar? pH NH4OH. İkincidə bizə verib mətbəx sirkəsi və sirkə essensiyası. Uşaqlar, mətbəx sirkəsində biz pH-ı 5 kimi götürə bilərik. Sirkə essensiyasında isə pH-ı biz 2 kimi götürə bilərik. İndi bunun səbəbini izah edirəm. Uşaqlar, mətbəx sirkəsi sirkə turşusunun daha duru məhluludur. Amma sirkə essensiyası daha qatı sirkə turşusunun özüdür. Biz də bilirik ki, turşu nə qədər qatı olursa, məhlulun pH-ı da bir o qədər aşağı olur. Buna görə də nə olacaq uşaqlar? Mətbəx sirkəsinin pH-ı böyükdür sirkə essensiyasının pH-ından. Çünki nə dedik? Turşu nə qədər qatı olursa, məhlulun pH-ı da bir o qədər aşağı olur. Buradan da müqayisə eləyəndə mətbəx sirkəsinin pH-ı, yəni 5, pH 5 yazıram, böyükdür, pH 2 şəklində olacaq. Öyrəndiklərinizi yoxlayana baxaq. İndikatorlar hansı formada mövcud ola bilir? İndikatorlar məhlul bir də kağız formasında uşaqlar ola bilir. Kağız formasında isə lakmus bir də universal indikatorları aid edə bilərik. Uyğunluğu müəyyən edin. Bizə verib turş mühit, əsasi mühit və neytral mühit. Uşaqlar, bizə verib xlorid turşusu. Xlorid turşusu nədir? Təbii ki, turş mühitdir. Daha sonra verib natrium hidroksidin suda məhlulu. Natrium hidroksid adından da göründüyü kimi əsasi mühitdir. Çay sodasının suda məhlulu verilib. Çay sodası deyir uşaqlar. Təbii ki, bu da əsasi mühit olacaq. Limon suyu limondur, turş mühitdir. Saf su isə neytral mühitə aid olacaq. Üçüncü suala baxaq. Hansı maddənin suda məhluluna metil oranj əlavə etdikdə sarı, fenolftalain əlavə etdikdə isə səhrai rəngi boyanır deyir uşaqlar. Biz mövzunu öyrənərkən də bildik ki, əsasi mühitdə fenolftalain səhrai rəngdə olurdu, metil oranj isə sarı rəngdə olurdu. Yəni bizə əsasi mühitdə olan bir maddə lazımdır. Bizə verib amoniakın bir dəqiqə hansı maddənin suda məhlulu? Amoniakın suda məhlulu uşaqlar. Təbii ki, nədir? NH3 üzərindən gələnsiz su NH4OH əmələ gətirirdi. Bu da suda zəif əsasi mühit yaradırdı. Bizə də lazımdır zaten əsasi mühit. Buna görə də A-nı götürdük. Bizə verib kalium, ikincidə verib B variantında sirkə turşusu veribdir. Sirkə turşusu təbii ki, turş mühit yaradır uşaqlar. Bizə əsasi mühit lazımdır. C-də verib kalium hidroksiddir. Bəli, kalium hidroksid özü güclü əsası idi. Ona görə də biz onu götürdük. Xörək duzu isə nədir uşaqlar? Xörək duzu təbii ki, neytral mühitdir. Onun da əsas formu natrium xlorididir.
Unutsu da məhlulu bizə sadəcə neytral mühiti verəcəkdir, əsasi mühiti verə bilməz. Bizim də doğru cavabımız olacaq A ilə C variantı. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Aydın olmayan hissələri rəy bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.